Səkinə Yunus qızı, 1910-cu il. Artıq nənənin neçə yaşı olur? Elə ki, elə hesablarında 116. 116 yaşı var. Hə, 116. Nənəmiz özü belə danışa bilərmi? Harası bir həftədir belə narahatçılıq var. Nənəmizin haqqında siz danışın. Hə. Ailədə neçə nəfər olmuşsunuz, neçə uşaq olmuşsunuz? Ümumiyyətlə, nənə iş fəaliyyətinə olubdu? Nənəm qəşəng kolxozda işləyibdi. Pambıq yığıb, alaq. Yəni o vaxtı heylə işlərlə məşğul olub. 9 evladı olub. Fəhlə olublar da, demək, atam da, anam da. 9 evladı olub. Onları saxlayıb, boya başa çatdırıb. O vaxtki əziyyət də hamısı valı demək. İndi biri var ki, hər şey hazırdır. Amma bu, saat neçədə gəlirmiş, uşaqları raxlayırmış, malı raxlayırmış, xəmiri qatırmış, səhər tezdən dururmuş. Yenə uşaqları eyni qaydada gedirmiş kolxoza. Biraz indi məsələn, nənəmə o vaxt mən sual cavab çox eləməmişəm də belə. Yəni bu danışırdı ki, bax biz belə olmuşuq. Nənənin neçə nəvəsi, neçə nəticəsi var? Harsa 30-35 belə də. Hə, maşallah günün olsun. Kötücəsi də indi hər uşaqda belə olanlar bir harsa bir 20-22 dənə bax belə mən. Hə, maşallah günün olsun. Belə. Hə, nənə dediniz, kolxozçu olub da belə. Kolxozçu olub, alaq vurub, pambıq yığıb, belə. Bildiyim üçün əmək ordenlərdə olub. Hə, olub, intihası saxlamayıblar da. Atamın da, bunun da, atam da o vaxt müharibəyə gedəndə, bu ön cəhbədə də işləyibdi, suluyubdu. Sovet hökuməti belə, o da belə müharibə deyildi də deyəm ki. Su suluyubdu, nə bilim, belə taxılı yığırmışlar, belə malaterkaya verilmiş, elə qoçaq arvad olub, elə arvad olsa, hə, Allah haqqı. Deyirdi, bala, iş insanın cühəridir. Siz dediniz, Mirzəfər Bağırov dediniz. Hə, o vaxtı. Deyir, bala, çəkə-çəkə gedirdim arxı. Deyir, başımı qaldırdım ki, zəhimlidə, belə bir kişi dayanıb qabamda, deyir, salamlaşandan sonra mənə dedi ki, oxumusan, oxumamısan, sucu var da, belə, biz bilmirik onu. Deyir, dedim ki, yox. Amma nənəmiz sucu var. Hə, də belə su suluyubdu, pambığı suluyurmuş. İndi o vaxt kişilər müharibə deymiş, amma anam su suluyurmuş. Belə qoçaq arvad olub, mal saxlayıb, heyvan saxlayıb, nəvələrə baxıb. Elə belə yox. Katiblərə qonaq gələndə gətirilmişlər bizim evə. Anam onlara çay, çörək, yemək, içmək. O vaxtı... Mən bildiyim üçün Xan Şüşinski'də sizin... Xan Şüşinski, Rahilə, Şöfiyyət Ələkbərova, Allah rəhmət eləsin hamısına. Yəni, o vaxtı raykom işləyən Məzar müəllim. Bax, o vaxtı kolxoza qonaqlar gələndə konsert verməyə gəlirmişlər. Atam da, həm də onlarla qohumluqları vardı. Atam heyvan kəsirmiş. Onlar, mən uşaq idim, belə şou qoymuşdular. Allah haqqı, bugünkü kimi gözüm qabandadır. Belə baxırdım ki, o dəf çalırdı, Xan Şüşinski, Allah rəhmət eləsin. Qəşək belə yumru bir kişi idi. Xatırlayırsınız da siz? Hə, gözümün elbə qabanda belə qəşək. Mənim ata tərəfim də əslən Şuşalı olublar da, o vaxtı onlar gəliblər. Hə, ata tərəfim. Amma nənəmiz... Anamın anası Kərəmli qızıdır. Anamın anası Kərəmli qızıdır. Elə o vaxtı... Bəli, Tərtər sakindi Kolanı kəndindən. Hazqərdən. Hə. Yəni, bax, belə olubdur mənim nənəm. Bilmirəm, indi deyirəm, qurban olma Allaha. Bəs nənənin özünün neçə bacısı, qardaşı olubdur? Bir bacı, bir qardaş olublar, qəşəng, istəkli bacı, qardaş. Qardaşı rəhmətə gedib, atası, anası belə rəhmətə gedib, Nənə özü nə demək istəyir, bir de gör. Nənə özü nəvələrindən razısan, nəvələrindən, qızlarından, oğlanlarından razısanmı? Hə, nənə? Razıyam. Deyirəm ki, oğlundan, qızından razısanmı? Razıyam. Hə, qadan alarım. Ən çox kimdən razıdır? Ən çox kimdən razısan? Razıyam. Ən çox hansı uşaqlarından razısan? Hansı oğlundan, qızından, nəvərlə razısan? Uşağın hamısı bildi, hamısında qəzəsi bildi. Düzdür.
Amma mən bildiyim üçün ən çox könül bacını çox istəyir, eləmi? Eləmi, nənə? Deyir ki, mən bildiyimə görə sən könlünü çox istəyirsən. Ne? Könülü, Bu bala hamısı baladır. Qəmlo. Ha. Bax, o Qəmlonun dostudur. Bu Hə. Allah sönmezler. Deyir, səni çəkirəm, televizorda göstərəcəm. Allah seni saklasın. Sağ ol, Sana aynen. kurban olun. De görüm, Həyat yoldaşım müharibəyə gedib də, hə? hə, o vaxtı müharibədə olub. Sonra o elə bir ki, ayaqları şey olanda ön cəhdiyə gəlib. Da belə arxaya göndəriblər. Bizim kətdə Kələ Seyid var. Qışda eşitmiş olarsan, nə bilim nənə. Atamı Gəncəyə aparmışlar həkimə. Anam yoldan qaytarıb deyib ki, bu gecə gedib Seyidin qışlağında yataq. Gediblər orada, inanırsınız, onun cəddinə qurban olun. Yatıblar, səhər-səhər dədəm nənəmə deyib ki, dur gedək. Ayağı ilə yeriyib gəlib. Bax, onun cəddinə qurban olun. Hə, bax, o bizim kətdədir. Bir-iki dənə də bayatı dedi ona. Özgə zaman axşama kimi bir bayatı de görüm. Hə? Olmaz mı? Biraz özünü toparla, bir ikisini de görüm. Belinizden, düşerim dilinizden. Bir yaşıl baş sonayım, uçarım evinizden. Allah ömür versin. Ömrü veren Allah. Əlbəttə ki, birdən o şey deyirəm ki, ananın qocası cavanı olmur. Yəni ana anadır. Özümüz görsən bir şey onda əziyyət çəkirik. Hələ bu iş, bu şeyin söz olmasın, bu texnikalar hər şey var da ana. Amma gör, 9 uşağın paltarını yumaq, evi yığışdırmaq, xəmir qatmaq, toyuğa cücüyə baxmaq, ərinmirdi. Yazıq dedim deyirdi, sən ilə geyətdən özü belə deyirdi. Deyirləş, bunu da eləyim, onu da eləyim. Səhər dururduq ki, yayma pişib stolda, çay qaynayıb, özü elə bir simovar çayı. Axşama kimi dedem deyirdi ki, sənin bu simovarın dayanmırdı. Elə Allah haqqı, yolla keçən, yolla keçən, müharibə devri. Təndirə çörəyi pişirirdi, o Lənkəran şeyləri olurdu bizim məktəbdən. Deyirdi, bala o da bir ananın balasıdır. Çağırırdı, deyə, bura gəlin, deyə, nənə, komandir qoymaz, deyə, bura gəl, komandir nə biləcək. Karalyoku meşoqla məhlindən yığırdı ki, qovuşaqlar da yesin. Allah haqqı, nə bilim, nənən belə. Allah ömür versin. Qara gəmişləri sayırdı, qaymaq, gələn qonaqlara, Bakıdan gələn qonaqlara, belə.